Müxtəlif maneələri dəf edirlər, polisdən qaçaraq missiyaları yerinə yetirirlər. Bunu isə virtual şəkildə saatlarla telefonun başında qalaraq həyata keçirirlər. Söhbət uşaqlar arasında geniş yayılan Roblox adlı oyundan gedir. Yaş məhdudiyyəti 13 olsa da istifadəçilərin təxminən 40%-i 13 yaşdan kiçik azyaşlılardır. Onlar hətta müxtəlif yollarla qeydiyyatdan keçərək tanımadıqları şəxslərlə canlı ünsiyyət qura, eləcə də oyuna vəsait yatıra bilirlər. Bu da əksər valideynlərdə ciddi narahatlığa səbəb olur. Psixoloq Könül Həsənova bildirir ki, bu tip oyunlarda digər şəxslərlə virtual ünsiyyətin mümkün olması bəzən azyaşlıların tərbiyəsinə mənfi təsir göstərir. Onun sözlərinə görə oyun zamanı nalayiq ifadələrin işlədilməsi və sonda məğlubiyyətlə üzləşmək azyaşlılarda həm aqressiv davranışların artmasına, həm də cəmiyyətdən təcrid olunmalarına səbəb olur. Roblox artıq bir oyun olmaqdan çıxıb, uşaqlar üçün virtual bir dünyadır. Orada özlərinin avatarını yaradırlar, öz komandalarını qururlar, yeni insanlarla ünsiyyətə girirlər. Oyunda ünsiyyətdə olduğu zaman müəyyən aqressiyalar var, qalibiyyətlər qazanmaq üçün, müəyyən pillələri qazanmaq üçün aqressiyalar, təhqirlər, öz yaşlarına uyğun olmayan ifadələr var. Və təbii ki, bu yaş faktoruna görə əsasən də 7-13 yaş arasında qətiyyən bu nüanslar olmamalıdır uşaqların həyatında. Psixoloq bildirir ki, belə oyunlarda azyaşlılar tanımadıqları şəxslərlə tanış olur və bəzən onların təsirinə düşərək pis hərəkətlər edə bilirlər. O həmçinin vurğulayır ki, bəzi hallarda azyaşlılar valideynlərin kart hesablarından gizli şəkildə oyun üçün pul ödəyirlər. Bu saatda mən oyuna girməliyəm. Ona görə uşaqlarda aqressiya yaranır. Məsələn, valideyn deyir ki, get dərsini oxu. Təbii ki, bir tərəfdən də dərsə olan maraq artıq itir. Dərsini oxu, amma onun bilir axı həmin saatda oyunda olmalıdır və artıq aqressivləşir. Valideyn-uşaq münasibəti də pozulmuş olur. Gizlin, bəli, elə bir pillə var ki, orada artıq oyun müəyyən bir vəsait tələb edir. Dəfələrlə təcrübəmizdə görmüşük ki, atanın, ananın maaş kartını oğurlayıb uşaq və onu banka qoyub birdən-birə deyir ki, gördü ki, müəyyən məbləğ çıxıldı. Hardan çıxıldı, necə çıxıldı? Bankdan əlaqə yaradıblar ki, filan oyuna qoyulub. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Roblox oyun platformasının uşaqlar arasında geniş yayılmasının ciddi narahatlıq doğurduğu və bu barədə aidiyyatı qurumlara çoxsaylı müraciətlərin daxil olduğu və konkret tədbirlərin görülməsinin zəruriliyi qeyd edilib. Mütəxəssislər bildirirlər ki, azyaşlıları bu cür vərdişlərdən kənar saxlamanın əsas yolu nəzarətin gücləndirilməsidir. Həmçinin onlara mobil telefonlardan istifadəni limitli etmək, dərs çalışma vaxtlarını artırmaq, idmana göndərmək də məqsədə uyğun sayılır. Aylin Rəsulzadə, Səbuhi Mustafayev, Firuzə Məlikzadə, Xəbər Ertəsi.